Düşünürəm ki, bu qlobal şəkildə olan təhlil ola bilər. Çünki neftin qiymətinin qalxması iki dövlət arasında gedən müharibə və İranın bir necə deyirlər, neft dövləti olduğuna görə bu proseslərdən bu qədər danışıqlar gedir. Yəni onların neft strukturlarını vursalar, eyni zamanda o yataqlar vursalar, ordumuzdan keçən gəmilərin qarşısı alınsa, bu proses böyüyə bilər. Buna görə də qiymətlər qalxa bilər. Bu labüd bir məsələdir. Lakin bunun adi bir vətəndaşlarımıza necə təsiri ola bilər bu iqtisadi baxımdan? Yəni, əvvəl də belə olmuşdu. Baş verən hər hansı bir hadisədə avtomatik olaraq əgər quru yollar açıq olsaydı, bura gələn o istər İrandan köçən, bizim orada yaşayan soydaşlarımız, digərləri Naxçıvana gələ bilərdilər, digər ərazilərimizə gələ bilərlər və təbii ki, avtomatik olaraq bu qədər gələn vətəndaşların qarşılanması, eyni zamanda bunların özləri müxtəlif mənzillər ala bilərlər, qiymətlər qalxa bilər. Yəni, bu proseslər daimi təsir edə bilər iqtisadicə. Yəni, qlobal şəkildə neft, qaz, o problemlər, adi bir vətəndaşa təsir edə biləcək məsələlər də təbii ki, bunlar ola bilər.